Adam var, onun halına baxırsan, istəyirsən ondan ən dərin məsələləri danışasan. Adam da var, ona baxırsan, fikirləşsən ki, buna namazdan nə danışım mən? Elə deyirsən, sübh namazı 2 rükətdir. Zöhr namazı 4 rükət, əsrdə 4 rükət, şam 3 rükətdir, xiftəmdə, işa da 4 rükətdir. Bu böyük şeydir. Qulağı eşitsin, ödüsə tamamlansın. Başqa söz deyə bilmirsən ki. O sən ona namazdan danışanda yad bilir. Hələ o qədər qəlb onu, o qədər daşdaşıb, o qədər vəhşiləşib, o qədər düşüncə bəsitləşib. Buna namazdan danışmaq, bir namazın 2 rükət olduğunu demək buna böyük şeydir. Adam da var, ona sən oturarsan, doğrudan İslamın dərin məsələlərini danışarsan. Ki onu bilərsən, əhlidir, söz deyərsən, söz eşitər. İnsan ən böyük özünə qoyduğu, İmam Sadiq əleyhissalamdan da deyəsən hədis, buyurur ki, insanın özünə verdiyi ən böyük qiymət lazımsız yerdə söz deməməkdir. Və ehtiyacı olan yerlərdə söz demək insanın özünə verdiyi hörmət və qiymətdir. Cəmiyyətdə söz demək, söz sahibi olmaq o qədər mühüm məsələ deyil. Cəmiyyətdə əməl sahibi olmaq mühüm.